Salam dostlar, Shortcast'ın bugünkü epizodunda sizə Harvard professoru Clayton Christensen'in 97-ci ildə nəşr etdiyi İnovatorun Dilemması kitabından eyni adlı konsepti təqdim edəcəm. Müəllif sual verir. Niyə görə böyük şirkətlər müştərilərini dinləyərək, onlara daha yaxşı xidmətlər göstərərək sonda uğursuz olurlar? Bəli, doğru eşitdiniz, uğursuz olurlar. Gəlin bircə baxaq niyə. Müəllifə görə texnologiyanın iki tipi var. Sustaining və Disruptive. Sustaining Technologies adlandırdığı texnologiyalar artıq bazarda mövcud olan oturmuş texnologiyalardır. Bunlar cəmiyyətin böyük qismi tərəfindən qəbul olunubdur və müştərilər bu məhsullardan nə gözlədiyini bilirlər. Buna misal olaraq kompüterləri və telefonları göstərə bilərik. Misal üçün bir nəfər telefon aldıqda bilir ki, o telefondan nə gözləməlidir. Şəkil çəkməlidir, mesaj yazmalıdır və yaxud zəng etməlidir. Bu bazara girmək çox çətindir, çünki bazar çox rəqabətçildir. Disruptive Technologies adlandırdığı ikinci isə tamamilə fərqlidir və onlar bazara yeni dəyər təklifi ilə çıxırlar. Əksər hallarda mövcud məhsullardan zəifdirlər, lakin kiçik və yenilikçi müştəri seqmentləri üçün daha sadə, daha rahat və ya daha ucuz həllər təklif edirlər. Bu texnologiyalar yeni olduğu üçün bu bazarda rəqabət azdır. Bəs niyə böyük şirkətlər bu fürsətləri görmürlər? Christensen burada 4 əsas səbəb göstərir. Birinci səbəb ondan ibarətdir ki, böyük şirkətlər əsasən mövcud müştərilərindən və səhmdarlarından çox asılıdırlar və ona görə də daha çox onları məmnun etməklə məşğuldular, nəinki daha riskli bazarlara çıxmaq. İkinci səbəb odur ki, bu bazar kiçikdir və böyük şirkətlərə maraqlı gəlmir. Çünki böyük şirkətlərə böyük gəlirlər lazımdır. Üçüncüsü, böyük şirkətlər adətən qərarları data əsasında verirlər. Lakin disruptive texnologiyalar yeni olduğu üçün onlar haqqında yetərli qədər data mövcud deyil. Dördüncüsü, çox vaxt bazar tələbi ilə innovasiya üst-üstə düşmür. İnnovativ məhsullar ilkin etapda müştərilər üçün biraz qəribə görsənir və onların bazara oturması zaman alır. Belə bir qayda var. Yaxşı menecer müştərini dinləməli və onların istəyinə uyğun hərəkət etməlidir. Lakin müştərilər çox vaxt gələcəyin texnologiyasını dəyərli görmürlər. Onlar mövcud həllin daha da təkmilləşməsinə üstünlük verirlər, nəinki tamamilə yeni bir həllin gətirilməsinə. Və nəticədə böyük şirkətlər müştərilərini dinləyərək uğur qazansalar da, elə eyni səbəbdən yeni dalğanı qaçırmış olurlar. Bu zaman kiçik və çevik innovatorlar gələcəyin bazarını ələ keçirirlər. Məhz bu innovatorun dilemmasıdır.